Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə damla şokoladlı kurabiyə hazır edəcəyik. Əvvəlcə 250 qramlıq yağımızı qaba əlavə edirik. Yağımız otaq temperaturundadır. Yağımızı yaxşıca qarışdırırıq. Gördüyünüz kimi üzərinə 1 stəkan şəkər tozu əlavə edirik. Onu da yağla bir yerdə yaxşıca qarışdırırıq. Bir-birlərini tam keçsinlər. Qarışımın içərisinə 1 stəkan nişasta əlavə edirik. Paket vanil, 1 paket qabartma əlavə edirik. Qarışımı yaxşıca qarışdırırıq. Qarışımın üzərinə 1 ədəd yumurta əlavə edirik. Bunu da bir yerdə yaxşıca qarışdırırıq ki, bütün əczalar bir-birlərinə tam keçsin. Unumuzu üzərinə az-az əlavə edirik. Qarışdırdıktan sonra kıvamını tuta bilək. Yenidən unumuzun yarısını əlavə edirik. Yenə yavaş-yavaş qarışdırırıq. Gördüyünüz kimi mən 3 hissədən tökdüm, qarışdırdım və axırıncısının hamısını tökdüm. Biraz qarışıqla qarışdıqdan sonra əlimlə yoğurub kıvamını tutacağam. Görürsünüz, əlimin altında belə ovuntu formasındadır. Və sonda duru yağımızı əlavə edirik üzərinə və əlimizlə yoğururuq. Yenə yağdan əlavə edirəm və yoğururam. Artıq kurabiyemizin xəmiri hazırdır. Gördüyünüz kimi yumuşaq. Bütün ərzaqlar da bir-birlərinə qarışıbdır. İndi forma verəcəyik. İstədiyiniz böyüklükdə götürə bilərsiniz. Mən bu formada götürdüm. Gördüyünüz kimi əlimin içində forma verirəm və üzərinə damla şokoladından bəzəklər vururam. İstədiyiniz formada edə bilərsiniz. Forma verib sobamızın qabına düzürəm. Mən altından yağlı kağız sərmişəm. Sobamızı da əvvəlcədən isitmişəm. Mən 200 dərəcədə istiliyə qoymuşam. Ola bilər sizin sobanız daha az, daha yüksək ola bilər. Artıq görürsünüz, burada hazırdır. Çox gözəl, ağızda əriyən, yumuşaq bir damla şokoladlı kurabiyemiz hazırdır. Bu görürsünüz içini də. Belə videoların davamlı gəlməsini istəyirsinizsə,
kanalıma abunə olmağı, videolarımı bəyənməyi və zəng işarəsi atmağı unutmayın. Kanalıma abunə olan, videolarımı bəyənən hər kəsə təşəkkür edirəm.